Hər vaxtınız xeyir olsun yoldaşlar. May, iyul üzrə dövlət qulluğu imtahanlarına hazırlaşan yoldaşlar əlbət ki, əvvəlki ayların qəbul suallarını axtarırlar və ən aktual, ən maraqlı olanlardan da biri sonuncu aprel imtahanıdır. Aprel imtahanında BB kateqoriyası üzrə günorta növbəsinə düşmüş sualların izahlarını eşidəcəksiniz. Bilirsiniz ki, məntiq üzrə proqram bütün kateqoriyalar üzrə eyni. İnformatika üzrə isə %90, %95 eyni olduğu üçün bütün kateqoriyalar üzrə hazırlaşan yoldaşlar bu videodan yararlana bilərlər. Yoldaşlar 56-cı sualla başlayırıq. Deyir, sənədə şərh əlavə etmək üçün hansı lent tabından istifadə olunur? Qoy qələm götürək. Yoldaşlar bilirsiniz ki, şərh əlavə etmək üçün iki lent tabından istifadə olunur. Bu həm ola bilər insert, həm də ola bilər review. Insert cavablarda yoxdur deyə review'nu götürürük. Əyani olaraq da görmək istəyirsinizsə gəlin baxaq. Word-də də, PowerPoint-də də fərq yoxdur. Bütün belə deyə Office paketi proqramlarında review'dan sənədə şərh əlavə etmək mümkündür. Deyir, şəkildə verilmiş 57-ci sual oxuyuram. Şəbəkə texnologiyası hansıdır? Yoldaşlar, bu topologiyanın sizdən hansı olduğunu soruşmaq istəyir. Fikir verin. Biz demişik ki, hər iki ucu açıq və kompüterlərin paralel şəkildə qoşulduğu topologiya şin topologiyasıdır. Burada naqillərin açıq uclarına terminator qurğusu da quraşdırılıb. Elə bu da sizin üçün bir ipucudur. Əgər kabellər bir-birinə ucuca da bağlanmış olsaydı, onda halqa deyəcəkdik. Bütün kompüterlər eyni mərkəzi kompüterdən çıxmış, yəni əlaqələnmiş olsaydı, ona da ulduz topologiyası deyəcəkdik. Wi-Fi şəbəkəsində SSID-ni nə üçün gizlədirik? Şəbəkəyə arzu olunmaz girişlərdən qorunmaq üçün. Bilirsiniz ki, SSID gizliliyi Wi-Fi-ın adını gizlətmək deməkdir. Və Wi-Fi-ın adının gizlədilməsi Wi-Fi-ya arzu olunmaz kənar girişlərin qarşısını almaq üçün bir yoldur. Yoldaşlar, nəzərinizə çatdırım ki, informasiya təhlükəsizliyi ilə bağlı hər imtahan 2-3 dənə sual düşür və bunun üçün möhtəşəm bir PDF yazmışam. Ölkədə ilk dəfə olaraq bu istiqamətdə dövlət qulluğu hazırlığı istiqamətində və informasiya təhlükəsizliyi ilə bağlı PDF-i biz paylaşım etmişik. Tam ödənişsiz şəkildə onu bizdən əldə edə bilərsiniz. Bizə yazmağınız kifayət eləyər. 59-cu sualda deyir, fiqurlarla işlədikdə aktivləşən lent qrupu hansı taba aiddir? Siz bilirsiniz ki, fiqurlarla işləyən zaman cəmi bir dənə lent tabı aktivləşir onsuz da. Bu da kontekstual tab olan format kontekstual tabıdır. Ona görə heç də çətin sual deyil, rahatlıqla cavablaya bilərdiniz. Növbəti sual isə marşrutlaşdırıcının tərifini soruşan bir sualdır. Marşrutlaşdırıcı nə üçün istifadə olunur? 2 və daha çox kompüter şəbəkəsini birləşdirmək üçün istifadə olunur. 61-ci sualı aprelin digər qəbulunda da izah etmişəm. Bu videodan öncə paylaşdığımız informatika qəbul videosuna baxsaq, bu sualın izahı orada da var. Həmçinin də digər qəbula da baxmış ola bilərsiniz. Çox rahatdır. Bilirsiniz ki, power qüvvətdir. Birincinin üzərinə ikincini qaldırır. Sum diapazondakıları toplayır. Max ən böyük ədədi tapır və s. Çox primitiv bir sualdır. Növbəti sual 62 və uyğunluq sualı. Deyir ki, OSI-nin kanal səviyyəsində işləyir və müxtəlif topologiyalı, lakin eyni protokollu iki şəbəkəni birləşdirir. Yoldaşlar, bu körpüdür. Yəni, 1-ə uyğundur C. İşçi stansiyaları yoğun kabellə birləşdirir. Bu da transverdir. 2-yə də uyğundur D. Müxtəlif topologiya, müxtəlif protokollu elementləri birləşdirən isə marşrutlaşdırıcıdır. O da ingiliscə routerdir. 3-ə də uyğundur B. Ona görə düzgün cavab elə variant olaraq da B. 63. İngilis dilində kiçik standart bilikləriniz olsa, məsələn, bu sualı rahatlıqla cavablaya bilərdiniz. Cədvəldə əmək haqqı sütununun əmək haqqısı 2000 olan şəxsləri görmək üçün.
Baxın, əmək haqqı 2000-dən yuxarı demir, 2000-dən aşağı demir. O 2000-ə bərabər olanları istəyir. Ona görə biz less, greater, less, not equal seçməyəcəyik. Less az deməkdir. Greater çox deməkdir. Equal isə bərabər deməkdir. Burada does not equal, yəni bərabər olmayanlar deyil. Biz bərabər olanları seçməliyik. 2000-ə bərabər olanlar. 64. Mikroprosesorda verilənlərin emal olunduğu oyuqlar necə adlanır? Registr yaddaş. Picture əmri nə üçün nəzərdə tutulub? Yenə çox primitiv bir sual. Kompüterin yaddaşından və ya internetdən mətnə şəkillər yerləşdirmək üçün. 66. Windows'da hansı pəncərə tipi yoxdur? Yoldaşlar, tətbiqi proqram pəncərəsi var. Tətbiqi proqramlarla işləyəndə açılır. Qovluqlarla işləyəndə qovluq pəncərəsi açılır. Sistem verilənləri ilə işləyəndə sistem proqram pəncərəsi və ekrana sual verən pəncərələr çıxır. Silim, silməyim, save eləyim, eləmiyim. Onlara da dialoq pəncərəsi deyilir. Amma atribut pəncərəsi deyilən bir şey yoxdur. Növbəti sual 67-ci sual deyir. Şəkildə göstərilən düymə nə üçündür? Nə üçün nəzərdə tutulub? Cari iş vərəqindəki bütün xanaları seçmək üçün Ctrl-A-nı əvəz edən bir düymədir. Bilirsiniz də, hər hansısa bir standart obyekt üzərində, xana üzərində dayanıb, Ctrl-A-nı sıxanda dolu olan diapazonu seçir. Sonra Ctrl-A-nı ikinci dəfə basanda bütün işçi vərəqi seçir. Amma bu düymə üçbucaq. Elə birbaşa bütün işçi vərəqi seçmək üçün nəzərdə tutulur. 68-də faylın tam adının düzgün yazılışını istəyir. Bilirsiniz ki, faylın cığırı, yəni tam adı diskin adı ilə başlamalıdır. Deməli, 1 ilə başlamalıdır. Üzr istəyirəm, D diski ilə başlamalıdır, yəni 5 ilə. Bilirsiniz ki, faylın adından sonra da həmişə genişlənmə olur. Yəni, axırda olmalıdır genişlənmə. 1 də olmalıdır axırda. Yoldaşlar, məlum məsələdir ki, slashdən sonra nöqtə qoymaq olmaz. Yəni, faylın adı slash deyil ki. 3-dən sonra 1-in gəlməyi absurddur. 4-dən sonra da 1-in gəlməyi absurddur. Çünki test nöqtə docx olar da, nöqtə docx olmaz. Gəlin indi bunu B-ni yoxlayaq. Baxın, D diski slash, sonra 3 dim slash 2. Yox, bu da uyğun gəlmədi. Bircə dəqiqə baxın. Bu da uyğun gəlmir. Onda belə çıxır ki, nöqtənin birini insan özü faylın adına qoyub. Slashdən sonra bir dənə də slash gəlməyi düzgün deyil. Onda B də uyğun deyil. Yoxlayaq məsələn Y variantını, üzü yuxarı qalxacam. Variantları yoxlamada. Deməli 5. 5 nədir? D diski, qoşa nöqtə, slash. Sonra 3, dim slash. Dim slash. Sonra 6. İnformatika kısa yazıram. İnf. Sonra 2. Slash. Şəbəkələr. Şəb yazıram. Sonra 4. 2-dən sonra nə gəlir? 2-dən sonra 4 gəlib. 4-də də yazıb test. Sonra nöqtə. Sonra da ki nöqtə docx. Siz fikirləşə bilərsiniz ki, belə bir yanaşma ola bilərmi? Gəlin biz baxaq. Görək, faylımızın adı şəbəkələr test nöqtə ola bilər. Ekranda hər hansısa bir faylı seçirəm. Adını yazıram. Şəbəkələr test nöqtə. Ki verin, bir dənə nöqtəni mən özümdən artıq qoydum. Bəli, bu texniki olaraq heç bir problem yaşatmır. Bəlkə də bir çox tələbəni elə imtahanda bu çaşdırıb. Çünki mən özüm də ilkin olaraq yanaşdım ki, yəqin ki, bundan sonra bu gəlməyib. Amma praktiki olaraq gələ də bilər. Yəni, bir faylımızın adı ola bilər ki, vüqar, nöqtə olsun. Genişlənməsi də məsələn nöqtə PDF. Yəni, faylımızın ad hissəsi budur. Vüqar nöqtə. Genişlənməsi də PDF. Və nöqtə ilə də bir-birindən ayrılır. Yəni, burada heç bir texniki qüsur yoxdur. Ümid edirəm ki, aydın oldu sizə. Keçirəm növbəti suala.
Hansı arxivləşmə proqramıdır? Təbii ki, WinAce. Digərlərini tanıyırsınız, ümid edirəm. Tanımırsınızsa bizim konspektimizə müraciət eləyin. İçində hamısı var. Konspekti də hamı üçün ödənişsiz təqdim edirik. Cədvəldən istifadə zamanı sütunların ölçüsünü dəyişmək üçün Table Layout kontekstual tabından hansı lent qrupundan istifadə olunur? Yəqin ki, bu cell size-ı nəzərdə tutur. Biz hər hansısa bir cədvəllərlə filan işləyən zaman deyək ki, bir cədvəl artıraq. Hansısa bir xananın enini, uzunluğunu və s. tənzimləmək üçün bax buradan cell size-dan istifadə edə bilərik. Yoldaşlar, ümid edirəm ki, izahlar sizə aydın oldu. Növbəti videolarda siz bizim digər qəbul suallarının da izahları ilə tanış olacaqsınız. Deməli, martda və aprel ayında təşkil olunmuş bütün BB, BA, AC, AB imtahan suallarının hamısının məntiq və informatikalarını YouTube-a sizlər üçün yerləşdirirəm. Bunlardan faydalanın. Digər imtahanlarda da nəticəniz yaxşı olsun. Uğurlu olsun imtahan sizin üçün. Ümid edirəm xeyirli və yüksək səviyyəli nəticələr əldə edərsiniz. Özünüzü də bizdə sevindirərsiniz. Salamat qalın.